Sadəcə olaraq onu necə baxır, necə istifadə edirsən? Bəli. Hansı məqsədlə istifadə edirsən? Ki sizin bəstəkarlıq qabiliyyətiniz də var. Şeir yazmaq, bir çox ilahələrin hacətinizi, yəni orada sizə deyir pislik eləyənlərə siz yaxşılıqlarla cavab verin. Məsəl üçün yay vaxtıdır, dənizdə, orada, burada istirahət edir. Peyğəmbər yeganə adam idi ki, qətiyyən qoymurdu ki, biz onu imitasiya edəyik. Keçmişlərdə qalıb xəyalatımız, hələ keçmiş zəiflənir, kaş o gün bugün olaydı belə. Bu bir şeydir. Hayf gedir əldən müqamatımız. Salam, hər vaxtınız xeyirli olsun, sayğıdəyər 14 TV televiziyasının izləyiciləri. Ramazan ayında bir daha Misra verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bildiyiniz kimi bu günlər İslam aləmində çox əzəmətli, çox bərəkətli günlərdən sayılır və bu günlər Qədr gecələrinə təsadüf eləyir. Qədr gecəsi də Ramazan ayının xüsusi bir günüdür ki, o gündə edilən ibadətlər 1000 ayda üstün olar. Bunu bizə Qədr surəsində Rəbbimiz bizlərə xitab edərkən ayələrinin birində bu barədə bizlərə bəhs açır ki, Qədr gecəsinin 1000 aydan üstündür. Allah bu gecədə edilən ibadət və itaətləri öz dərgahında ali dərəcədə qəbul eləsin, əziz dəyərli izləyicilər. Həmçinin də bu günlər birinci imamımız Həzrət Əmir əl-Möminin Əli əleyhissalamın zərbətlənən və şəhadətə çatan günləri sayılır. Allah İmam Əli əleyhissalamın bu dünyada ziyarətin, axirətdə şəfaətin hər birimizə nəsib eləsin inşallah. Və bu günlərdə əlbəttə ki, bu əzəmətli günlərdə studiyamızın çox qiymətli qonaqları var. Mən zaman itirmədən əziz qonaqlarımızı sizə təqdim etmək istəyirəm. İlk qonağım Əhl-i-Beyt şairi, yazar Əfqan Bibi Heybət. Əfqan bəy, xoş gəlmisiniz. Çox sağ olun Hacı, çox sağ olun. Allah sizləri var eləsin, Allah bizləri izləyən, tamaşa edən hər bir müsəlmanları, möminləri var eləsin və bu ayda bütün ibadətlərimizi Allah dərgahında ali dərəcədə qəbul eləsin inşallah. Təşəkkür edirəm. Var olasınız ki, dəvətimizi qəbul edib bu verilişə təşrif gətirmişsiniz. İnşallah ki, əlbəttə sizin də gözəl söhbətlərinizi və şeirlərinizi dinləyib zövq alacağıq. Növbəti qonağım Əhl-i-Beyt məddahı Nail Məddahi. Nail bəy, xoş gördük. Mən də salamlayıram Hacı Oqtay canım. Allah sizi var eləsin, Allah bərəkətli eləsin inşallah gələn günlərimizi. Təşəkkür edirəm dəvətinizə görə, var olasınız. Mən də sizə minnətdaram ki, dəvətimizi qəbul edib, gəlib, verilişdə iştirak edirsiniz. Var olasınız, Allah etdiyiniz ibadətləri öz dərgahında ali dərəcədə qəbul eyləsin inşallah. Əflakidən gəlir səs, şah-ı vilayət öldü. Əflakidən gəlir səs, şah-ı vilayət öldü. İslamə 7 sədmə, elmü, ədalət öldü. Yer-göy gəlib nəvaya, ağlarlar mürtəzaya. İslamə 7 sədmə, elmü, ədalət öldü. Bir kimsə ki, var idi şəxsiyyəti cihani, hər kəlmə həq sözündə min hikmətü məani, mehrabidə töküldü, dəsti sitəmlə qani, həqqü həqiqət öldü, ruhi saadət öldü. Həqqü həqiqət öldü, ruhi saadət öldü. Bəli, əziz, dəyərli izləyicilərimiz, bayaq da qeyd etdiyim kimi bu günlər həmçinin İslamın ən böyük şəxsiyyətlərindən biri olan Həzrət Əleyhisselamın da şəhadət günləri sayılır. Bir mənada bu gecələrdə Qur'an nazil oldu. Qur'an, belə deyək, dünyaya gəldi, amma bir Qur'an da dünyadan getdi. O da natiqi Qur'an idi. Əfqan bəy, ümumiyyətlə elə başlayaq Qədr gecəsinin fəzilətindən, fəlsəfəsindən, elə Qədr gecəsi nə deməkdir, Qədr gecəsinin fəlsəfəsi nədir? Bu barədə xahiş edirəm, biliklərinizi paylaşardınız. Bəli, Bismillahirrahmanirrahim. Bəli, bu gecə Ramazan ayının ən üstün gecələrindən biri hesab olunur. Bu gecə Allahu Teala insanlara, bəndələrə xüsusi bir nəzər salır. Və bu gecəyə Allahın özü
Qədir adı verib, Qədir qüdrət sözündən götürülüb. Allahın qüdrəti zahir olur bu gecə və necə ki Qədr surəsində Allah-u Teala bu gecənin şərafətini, bu gecənin fəziləti haqqında ayələrdə bəndələrinə nazil edib və bu Qədir gecəsinin təbii ki bir fəlsəfəsi var. Fəlsəfi baxımından ona yanaşmaq hər bir müsəlmanların bir vəzifəsidir. Çox gözəl doğru buyurdunuz ki, bu gecə digər gecələrdən ən fərqli cəhətlərindən biri Qur'anın nazil olmasıdır. Qur'anın nazil olması və bəşəriyyətin tövbə edib Allahdan bağışlanma istəməsi və bəşəriyyətin kamilliyə nail olması və bu gecə Allah-u Teala ilə səmimi bir diyaloq qurması ki, bu gecənin fəlsəfəsindəndir. Və bu gecəni biz özümüz üçün bir sərmayə bilsək, necə ki Peyğəmbər əleyhissalamdan bir hədis varid olub, buyurur ki, bu gecə yatan adamın bədəni istirahət eləyər, amma ruhu əziyyətdə olar. Amma bu gecə yatmayıb, vaxtını ibadətə sərf eləyən adamın bədəni əziyyətdə olar, amma ruhu bir mənəvi istirahətdə olar. Ona görə bütün müsəlmanlara, möminlərə Peyğəmbər əleyhissalam tövsiyə edir ki, bu gecəni əldən verməyin, bu gecəni sanki bir qənimət bilin, Allah-u Teala'dan bir bəxşeyiş bilin ki, Allah Qur'an-ı Kərimdə özü Qədr surəsindəki buyurur, Bismillahirrahmanirrahim, İnna ənzəlnəhu fi leylətil qadr ki, həqiqətən biz onu, yəni Qur'an-ı Kərimi Qədir gecəsi nazil etdik və növbəti ayəsində Allah Peyğəmbərə görünə buyurur, وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ Sən nə biləsən ki, Qədir nədir? Aha, burada bir qapı açır. Burada Peyğəmbərini düşündürür, insanları düşündürür ki, yəni bu kiçik bir gecə deyil. Yəni bunun adından məlumdur ki, bu samballı bir gecədir. وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ Sən nə biləsən ki, Qədir gecəsi nədir? Leylətul qadr xayrun min əlfi şəhr. O gecə 1000 aydan üstündür. 1000 ayda təqribən 80 il, 82 ilə yaxın bir müddətli bir zamandır. Görün Allah Teala bir gecəni bir neçə aydan üstün bilməsi Peyğəmbər əleyhissalamı təbii ki təəccübləndirir. Niyə 82 il bundan üstün olmasını göstərir və buyurur Tanazzalul mələikətu və ruh Tanazzalul mələikətu və ruh fiyhə biidni rabbihim min kulli amr. Buyurur ki, o gecə mələklər və ruhu mələklərdən ayırır. Buyurur, o gecə mələklər və ruh Allahın izni ilə, Allahın əmri ilə yer üzərinə nazil olarlar. Tanazzalul mələikətu və ruh fiyhə biidni rabbihim min kulli amr. Salamun hiyə hatta mətla'il fəcr. Buyurur, o gecə fəcrə qədər, dan yeri sökülənə qədər yer aləmində əmin-amanlıq olar. Allah Teala o gecədə Qur'anı nazil etməsi və o gecədə insanlarla səmimi bir münasibət yaratmasını Peyğəmbərimizə buyurur. Və bizlər də təbii ki, bir müsəlman olaraq, Peyğəmbərimizə ümmət olaraq, biz bu gecədən səmərəli şəkildə istifadə etməliyik. Onun hər dəqiqəsindən səmərəli istifadə etməliyik. Yəni, onun hər dəqiqəsini belə əlimizdən buraxsaq, bir də ya qismət gələn il bizə nəsib olar, ya olmaz. Ona görə onu əldən vermək, mən deyərdim, insanlar üçün böyük bir xəzinəni əldən verməyə bərabərdir. Allah Teala bu gecədə bütün müsəlmanların sübhə qədər etdiyi ibadətləri Allah Teala ali dərəcədə qəbul eləsin inşallah. Amin. Əfqan bəy, bir belə deyək, hədislərdə belə bir ifadə ilə də rastlaşırıq, belə bir fikirlərlə rastlaşırıq ki, o bir il müddətinə ki, insanlar yəni həyatlarını sürürlər, belə deyək, əvvəl keçmiş Qədir gecəsindən növbəti Qədir gecəsində orada bir hesabat zamanı da olur.
Bu barədə nə deyərsiniz? Baxın, biz qeyd elədik ki, Allah Teala Qurani Kərimdə buyurur: "Tənəzzəlül mələikətu və ruh." Mələkləri ruhdan ayırır. O ruh kəlməsində müfəssirlərin bir qədər ixtilafı məsələləri var. Bəziləri onu Həzrəti Cəbrail qeyd eləyirlər. Amma əksər alimlər orada ruhun ana bətnində olan uşağa can verən mələk nəzərdə tutulur. Və Peyğəmbər əleyhissalamın hədislərində varid olub ki, bir il ərzində, yəni bu qədirdən gələn ilin qədir gecəsinə qədər insanların taleyinin təqdir olunması hesabı anlamındadır. O il ərzində insanların, belə deyək, Allahın lövh-i məhfuzunda müqəddəratı həll olunur. Onun bir illik ruzusu və mühüm hadisələrin baş verəcəyi barədə Allahu Teala öz, belə deyək, səhifəsində, öz lövhəsində Allah Teala onu təyin eləyir. Ona görə Peyğəmbər əleyhissalam buyurur ki, o gecə Allahdan nə istəsəz özünüz üçün Allahın yazdığı müqəddəratda öz təsirini göstərir. O gecəni fota verməyin. İnsanlara, məsələn, dolanışığı üçün ruzu, insanların yaşaması üçün aram bir həyat, insanların, məsələn, ruzusunun bərəkətli olması və mühüm hadisələrin istər, məsələn, mənfi hadisələrdirsə, onun qarşısının alınması, müsbəhət hadisələrdirsə, onlar üçün bir zəmin yaratmaq üçün Allah Teala'dan o gecə istəyin. Çünki insanların bir illik müqəddəratı həll olunur. Onu fota verməyək inşallah. Əfqan bəy, niyə məhz orada ayədə 82 il, o bəyəxları qeyd elədinizdə 1000 ay yəni ibarəsi keçir? Yəni bu gecə edilən ibadət 1000 aydan üstündür. Hətta orada bərabərdir də deyilmir, 1000 aydan üstündür. Hansı ki 82 ildən üstündürsə, deməli bu bəlkə də 100 ildir, 150, 200 ilin, yəni belə demək mümkünsə, o illərin ibadətinə bərabərdir. Bunun fəlsəfəsi nədir? Tam Hacıcan, ona yəni izah vermək bir qədər gərək alimlərə müraciət eləyək. Yəni 1000 ay olar, bilər ki, məsələn, bir məcaz şəkildə Allah işlətsin ki, 1000 aydan üstündür. Necə ki, biz bunu el dilində də deyirik, 1000 aydan üstündür. Amma məhz 1000 aydan üstün olması təbii ki, Allahın burada bir sirri var. Yəni, xüsusən 1000 ayı qeyd etməsi, yəni 82 ilə bərabər olması, o mütləq şəkildə orada bir Allahın sirri var. Yəni, Qədir gecəsinin özü üçün ki, özü barədə Peyğəmbərinə ki, Allah buyurur ki, sən nə biləsən Qədir gecəsi nədir? Əgər Peyğəmbərinə ki, deyir ki, sən nə biləsən Qədir gecəsi nədir? Və onun ardıcan fikir verin, bu ayəni deyir ki, o gecə 1000 aydan üstündür. Əvvəlcə Peyğəmbərinə deyir ki, sən nə biləsən? Və sonra bir qədər, belə deyək də, yüngül bir qapı açır Peyğəmbər üçün bunun anlamında ki, o gecə 1000 aydan üstündür. Məhz 1000 aydan üstün olmasını Allah niyə xüsusilə vurğulayır? Bu Allahın bir elmindədir. Var olasınız. Bunun açıqlaması bu ola bilərmi ki, yəni belə deyək də, digər ümmətlər, hansı ki, digər dinlərdən söhbət gedir, təbii ki, hamısı tək Allahlıq dinlərdir. Amma digər ümmətlər, ümmətdə olan insanlar, yəni Peyğəmbərlərin təbii ki, ümmətindən söhbət gedir, onlar daha uzun müddət yaşayırdılar. Və onların ibadət imkanı daha çox idi. Və Həzrət Peyğəmbərimizin Meyracın barəsində, yəni Meyrac hadisəsi barəsində məlumatı olanlar bilirlər. Orada Həzrət Peyğəmbərimiz, yəni bizim öz ümmətinin yaşının az olduğuna görə ibadətinin də az olduğunun, belə deyək, Allaha gileylənir, Allaha çatdırır və orada Allah Qədir gecəsini təyin edir. Yəni bizə gəlib çatan hədislərə əsasən biz təbii ki, dəyərli ruhanilərimizin, alimlərimizin bizlərə öyrətdiklərinə əsasən deyə bilərik ki, ona görə Qədir gecəsini Allah xüsusilə, yəni Peyğəmbərimizin ümmətinə təyin edir ki, həmən gecə etdiyiniz ibadət 82 ilin ibadətindən üstün olacaq. Bəli, bu cavab daha məqsədə uyğundur. Allah sizi var eləsin. Allah sizi var eləsin ona inşallah. Cümləmizi inşallah
Ona görə də əlbəttə ki, elə söhbətimiz, mövzumuz Qədir gecəsindən düşmüşkən bu fikri də qeyd etmək lüzumu var idi və qeyd elədik. Allah bütün bu gecə bir daha qeyd etdiyim kimi hər kəsin ibadətini, itaətini qəbul eləsin inşallah ki, bu gecənin qədrini biləsiniz. Necə elə sözün özünün də bir mənası, anlamı var. Yəni Azərbaycan dili leksikologiyasında qədir sözü bilirik hansı mənada işlənir. Yəni qədir bilmək. Elə Qədir gecəsinin də qədrini bilmək lazımdır. Yatmaq onsuz da həmişə var. Yatırıq da, dururuq da. Amma o gecə xüsusilə sübh çağına qədər ibadət və itaətdə keçirək ki, o gecənin fəzilətindən hər birimiz yaralanaq. Verilişimizin bu anında istəyirəm inşallah sizdən bir gözəl Ramazan ayı barəsində şeir parçası dinləyək. Allah sizin qələminizə, təbinizə, ilhamınıza bərəkət versin inşallah. Buyurun. Təşəkkür edirəm inşallah. Minnətdaram. Allah sizləri var eləsin. Bəli, elə Hacıcan Ramazan ayı ilə bağlı bir cızmaqara deyək də qeyd eləmişəm. İnşallah bunu bizi izləyənləri nəzərinə çatdıraq. Buyurun. Bir ilin mahur Ramazan ən əziz mehmanıdır. Öyle bir aydır bu ay, 11 ayın sultanıdır. Rəhmət ilə, şəfqət ilə zəngin olmuşdur bu ay. Bunlar ol pərverdigarın süfre-i ihsanıdır. Ayə-i Qur'an olub nazil bu ay peyğəmbərə, hər günü şeytanın artan nale-i əfqanıdır. Bab-ı dərgahın açıb haqq, istəmən əff eyliyim. Kim bağışlanmazsa öz təqsiri, öz nöqsanıdır. Göz, qulaq, dil, əl mübarizdir ləin şeytan ilə. Ey müsəlman, ibrətamiz bir döyüş meydanıdır. Allah üçün ac qalar, Allah üçün ətşan gezər, əhsən ol insana ki, öz nəfsinin düşmanıdır. Sən də tutsan gər oruc, Xaliq verər əcrin sənə, vədi haqdır, çün Xudanın ayə-i Qur'anıdır. Bir günah dünyada insanın əcaib dərdidir. Bir günah dünyada insanın əcaib dərdidir. Vardır illacı bəni Adəm, oruc dərmanıdır. Üzünə insanın xuda bağlar cəhənnəm qapıların, çün oruc nardan sipərdir, müminin qalxanıdır. Xeylidir təqvalı mümin, ömr edər ruhən oruc. Övliyalardır, mələklər onların heyranıdır. İsti günlərdə oruc tutmaqdan əsla doymayan, ol əmirəl-müminindir, Allahın aslanıdır. Malı canından, ey əfqan, hər nə geçsə çəkmə ah. Malı canından, ey əfqan, hər nə geçsə çəkmə ah. Hər nəyin vardırsa ondandır, onun qurbanıdır. Hər nəyin vardırsa ondandır, onun qurbanıdır. Təşəkkür edirəm. Minnətdaram Əfqan bəy. Allah qələminizə bərəkət versin. Ümumi elə bu şeirin belə deyək bir icmal elədiniz Ramazan ayı barəsində, əvvəlindən sonuna qədər. Allah bir daha var eləsin. Minnətdarıq bu gözəl şeiri bizlərə qiraət etdiyiniz üçün elə dəyərli izləyicilərimizin də adından sizə təşəkkürümü bildirirəm inşallah. Var olasınız. Əfqan bəy, həqiqətən də söhbətimiz maraqlı məcrada gedir. Bu Qədir gecəsinin fəzilətləri barəsində danışdıq. Ümumiyyətlə Qədir gecəsində barəsində mövzumuz Qədir gecəsi olduğundan elə söhbət edirik. İstəyirəm Qədir gecəsinin əməlləri barəsində də zəhmət olmasa bildirərdiniz. Hansı əməllər edilsə çox fəziləti var? Bəli, biz bu günləri Azərbaycanda və bir çox müsəlman ölkələrində məscidlərdə Qədir gecəsinin müsəlmanlar tərəfindən hansı bir şəkildə, hansı bir tərzdə qeyd olunmasının şahid oluruq. Məsələn, onlardan məşhur adət-ənənələrimiz var.
ki bizim məsumlardan, övliyalardan qalan bir ənənəyə çevrilib artıq. Qədir gecəsində artıq gecə daxil olandan müsəlmanlar Qur'anı qarşılamaq məqsədi ilə Allahdan onlar Qur'anın bir hissəsini və yaxud tam bir hissəsini Qur'anı başları üzərinə qoyub Bikəyə Allah zikrin və 14 məsuma müraciət formada Allah Taala'dan bağışlanma istəməsinin şahid oluruq. Təbii ki, bizim məsumlar tərəfindən bir çox hədislər, tövsiyələr var ki, Qədir gecəsinin müstəhəbbə əməllərindən biri olan Cövşən Kəbir duasının oxunmasıdır, Mucir duasının oxunmasıdır və Ziyarət-i Aşuranın oxunmasıdır və 100 rəkət müstəhəbbi namazın qılınmasıdır və boynunda qalan qəza namazlarının qılınmasıdır və çoxlu sayda istiğfar etməkdir, Allahdan bağışlanmaq istəkdir və eyni zamanda sədəqə verməkdir. Bunlar Qədir gecəsinin əməllərindən hesab olunur. Yəni bunlar təbii ki, həm maddi, yəni qeyd elədik sədəqə həm maddi, həm mənəvi imkanlardan asılıdır. Əgər bir kəsin səhhəti, sağlamlığı imkan verməzsə sübhə qədər oyaq qalıb bu əməlləri etməsi, amma niyyəti o olar ki, ya Rəbbim, mənim səhhətim imkan versəydi, mən bu əməlləri edərdim. Biz Allahın mərhəmətinə sığınıb tam şəkildə arxayıncasına deyə bilərik ki, Allah Taala o gecənin əməllərinin savabından həmən o məriz şəxsə aid edər. Əlbəttə, əlhamdülillah ki, biz bu əməlləri bugün Allaha xatir qürbət qəsdi ilə etməyi Allah Taala bizlərə nəsib edir. Həmd olsun Allaha, təşəkkür edirəm bir daha və verilişimizin bugünkü qonaqlarından biri olan Əhl-i-Beyt məddahı əzizimiz, bizim gözəl səsə malik olan qardaşımız Nail məddahidir. İnşallah bu gecənin, əlbəttə ki, bu günlərin təbii ki, ab-havasını yaşatmaq üçün sizi, avazınız, səsiniz verilişimizi daha da zinətləndirər. Buyurun, inşallah sizi dinləyək. Allah var eləsin inşallah. Həzrəti Mövla Əmir əl-Müminindən bizləri ayrı salmasın. İlahi amin. Allah cəmiyyən əzadarların, əzadarlıqların qəbul eləsin inşallah. Amin. Amin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Ya Amir el-Mu'minin, Ya Mevlana, saldılar bəstərinə evdə bu da Mevlani. Yara səngin idi, durmazdı müqəddəs qani. Əlləri yarənin üstə çağırır zərani. Saldı dildən məni yarəb, ürəyim çox sıxılır. Fatimə harda qalıbsan, gələm oğlun yıxılıb. Dedi Zeynəb, atacan olmadı, dərman yarıvan. İzni ver məlhəm edim, göz yaşı olan yarıvan. Anasız Zeynəbin olsun, ata qurban. Yarıva bu gecə Küfənin o yetim valaları, əllərində sücam ilə gəldilər Mevlalinin evinə.
Bildiler ağanın dermanı fəqət süddür. Aləm sənin məzlumiyyəti və qurban əlini rahat edib. Xəncər-i cəfa yarası edib o şahi fəna. Dəhri dərəha yarası. Dayandı zikridən o, zikri haqq deyən ləblər. Dil olmadı, vəli səsləndi Rəbbənə yarası. Hamı kənara gedib, Zeynəbi vəfa pərvər. Yaxınlaşıb görə aya, dəyib hara yarası. Bətul sinəsinin yarəsin görən balanı. Gətirdi naləyə o, şah-ı lafəta yarası. Hamı ölənlərinə Zeynəb ağlayıb azad. Sağalmayan yaradı, Şah-ı Kərbəla yarası. Yıxılıb raz üstə, raz o niyaz üstə, əli namaz üstə, boyandı qana. Yox ürəklər tabi, tutub qam mehrabi, şiələr ərbabi, boyandı qana. Yox ürəklər tabi, tutub qam mehrabi, şiələr ərbabi, boyandı qana. Əli canəm Mola, Əli canəm Mola, Əli canəm Mola, Əli ya Mevla. Əli canəm Mola, Əli canəm Mola, Əli canəm Mola, Əli ya Mevla. Başa dəydi şəmşir, sınıb rukni təkbir, dedi ruhul əmin, Allahu Ekber. Gül-i xilqət soldi, gözünə qan doldi, Hüseyin yetim oldu, Allahu Ekber. Ali canım Mola, Ali canım Mola, Ali canım Mola, Ali ya Mevla. Ali canım Mola, Ali canım Mola, Ali canım Mola, Ali ya Mevla. Hanı can-ı Küfe, nigahban-ı Küfe, yetiman-ı Küfe, geyiblər qara. Hüseyin ağlar Allah, sinə dağlar Allah, əza saxlar Zeynəb yaralı yara. Hüseyin ağlar Allah, sinə dağlar Allah,
əza saxlar Zeynəb yaralı yorə. Təşəkkür edirəm Nail bəy. Allah o gözəl səsinizə, avazınıza bərəkət versin. Bu gecələrdə əlbəttə ki, Əhl-i-Beyt məddahlarının da xüsusi iştirakı olur. Yəni bu gecənin şəhidini yad edirlər, münacat oxuyurlar, ümumiyyətlə dualar oxunulur. Həqiqətən də ehtiyacımız olan o nalələr Əhl-i-Beyt məddahların səsi ilə, avazı ilə dilləndirilir inşallah. Yəqin ki, inşallah sizin də yəni, bu gecələrdə xüsusi yəni, iştirakınız olacaq. Allah cəmiyyən qəbul eləsin. Amin inşallah. Allah hər yerdə qurulan əzanı qəbul eləsin. Amin əzizim, amin. Əfqan bəy, bayaq da elan etdik, qeyd etdik ki, bu gecələrdə yəni Əhl-i-Beyt dostları üçün xüsusi bir əhəmiyyət təşkil edən bir hadisə də bizim imamımızın, İmam Əli əleyhissalamın zərbətlənib və həmən gecədə, əlbəttə ki, növbəti gecədə şəhadətə çatdığı bir hadisədir ki, xüsusilə İmam Əli dostları bu hadisəni qeyd edirlər. Zəhmət olmasa hadisə barədə məlumat verərdiniz. Bəli, Mövla Əmir əl-Müminin Ali əleyhissalam bu ayda Peyğəmbər əleyhissalamımızın Əli əleyhissalama dediyi bir məlumatlardan biri idi ki, ya Əli, bu ayda sənin saqqalın qana boyanar və sən ümmətimizin ən bir pis şəxsi tərəfindən, mənfur tərəfindən şəhadətə yetişərsən. Və bildiyiniz kimi Əli əleyhissalam bu ayın, yəni Ramazan ayının 18-dən 19-una keçən gecədə Əbdurrahman İbn Mülcəm, Allah lənət eləsin, onun tərəfindən zəhərli bir xəncər ilə, qılınc ilə Əli əleyhissalamın mübarək başına zərbə yendirir. Və hətta orada cəmaat namazında iştirak edənlərin dilindən yazırlar ki, o zərbəni vurub Əbdurrahman məsciddən qaçmaq istəyəndə təbii ki, onu yaxalayırlar və oranın məscidin sütunlarından, divarlarından belə bir səs gəldi. Qutləl Ali, Qutləl Ali. Sanki mələklər Allahın izni ilə, o divarların vasitəsi ilə biz insanlara çatdırdı ki, yəni Qutləl Ali, yəni Əlini qətlə yetirdilər. Baxın, böyük insanların ölümü də şəhadətdir. Böyük insanların ölümü də mübarəkdir. O ki, bayaq gözəl qeyd elədiniz ki, Qur'an nazil olur, Qur'an-ı samit nazil olur, Qur'an-ı mücəssəm dünyadan köçür. Bir Qur'an gəlir bir gecədə, həmən o gecə bir Qur'an dünyasını değişir. Ki, necə ki, şairlərdən biri deyir, Qur'anı qoyurlar başa, Qur'an başını itirir. Bir kəyə Allah da deyir, Qur'anı qoyurlar başa, Qur'an başını itirir. Baxın, Əli əleyhissalam o Qədir gecəsini biz dediyimiz adət ənənələrlə keçirirdi həmən gecə. Baxırıq ki, yox. Əli əleyhissalam o gecəni tarixçilərin yazdığı məlumatlara görə üzünə niqab çəkib, qapılara yardım çatdırardı, qoyub gedərdi. Və səhər sübhə yaxın qızı Külsümgilə gəlib, Həzrəti Külsümgilə və orada imsak etmək üçün Külsüm ona 3 cür ərzaq qoyur qarşısına. Əli əleyhissalam deyir ki, qızım, sən atanı görmüsən 3 cür qida növündən istifadə eləsin. Onun birini götür. Buyurur, bunları yeyib imsak edəndən sonra çıxdı həyətə. Həzrəti Külsüm deyir ki, o günü, o gecə atamın çöhrəsi bu 63 il ərzində bu cür görməmişdik. Səmaya baxıb danışırdı. Səmada ulduzları
ayı seyr eləyirdi. Sanki dünyadan vidalaşma üzrə idi və sonra mənə bir neçə vəsiyyətlər elədi. Hətta vəsiyyətini gəldi o yerəcən tamamladı ki, həyatda olan ördəklərə, qazlara, yəni bu quş növündə olan heyvanlara nəvaziş, onlara qayğı göstər. Yəni bunlara qədər diqqət yetirdi və ondan sonra bildiyiniz kimi Həzrəti Kulsumla qızı ilə vidalaşıb məscidə doğru addım atdı. Və məscidə daxil olanda onun qatili olan Əbdürrəhman İbn Mülcəmi üzü qoylu şəkildə yatan gördü və ona Əbdürrəhmanı səsi ilə oyatdı və orada bir söz işlətdi ki, üzü qoylu yatmaq şeytanın adət etdiyi yatmaqdır, bu cür yatma. Buyurur, onu dedi və mehraba yaxınlaşdı və düşmən Əbdürrəhman İbn Mülcəm əleyhissalama yaxın bir cərgədə səhflərin birində dayandı ki, zərbəni ona rahat bir şəkildə yendirsin. Və səcdədə bildiyiniz kimi əleyhissalamın mübarək başına o zərbəni yendirdi. Amma biz baxırıq ki, Allah evində dünyaya gələn və Allah evində yeganə şəxs zərbətlənən o bir tədqiqatçı var, gözəl izah edir, deyir, dünyanın ən gözəl yeri məsciddir, əleyhissalam oradaydı. Dünyanın, yəni tarixin 12 ayın təqvimdə ən gözəli Ramazan ayıdır. Əleyhissalam Ramazan ayında şəhid oldu. Ramazan ayının ən gözəl, fəzilətli, şərafətli gecəsi Qədirdir. Əleyhissalam Qədirdə insan bədəninin ən yüksəkdə olan orqanı başdır, əleyhissalam başdan və məscidin ən gözəl yeri mehrabdır, əleyhissalam mehrabda, yəni namazda, namazın ən gözəl hissəsi səcdədir, əleyhissalam, yəni bütün gözəllikləri ilə ölümünü bəziyib şəhadət zirvəsini fəth elədi, əleyhissalam və onu bilirsiniz, öz evinə gətirdilər və bir qısa bir dəqiqələr zaman keçdi, gün başladı şərqdən çıxmağa, buyurur əleyhissalam baxdı günəşə. Dedi, günəş qiyamət günü şəhadət verərsən ki, mən ömrümdə bir dəfə görürəm ki, mən oyanıram, əli hələ uzanıb. Əleyhissalam gətirib uzanıb. Mən bir ömür səndən qabaq oyanmışam. Sən birinci dəfədə oyanırsan, görürsən ki, əli hələ uzanıb. Yəni, bu cür bir şəxsiyyətin bu Ramazan ayının Qədir gecəsində zərbətlənməsi və bu gecələrin birində şəhadətə qovuşması əlbəttə bizlərə, qəlbimizə bir kədər, bir hüzün bəxş edir. Allah Teala Peyğəmbər və onun əhl-i beytinin aşiqlərinə səbir versin bu gecələrdə. İlahi amin. Təşəkkür edirəm Əsqan bəy. O hadisəni belə deyək də fikrimizdə, zehnimizdə canlandırdınız. Elə bir o hadisələri yaşadıq, gördük gözümüzlə, yəni o düşüncəmizlə, təsəvvürümüzdə yarandı. Var olasınız, minnətdaram. Əlbəttə ki, bayaq da qeyd etdiyim kimi, bu günlər Əhl-i Beyt dostlarının hüzünlü günləridir, qəlblərinin, ürəklərinin sızladığı günlərdir. İnşallah verilişimizin bağında yenidən sizdən bir şeir parçası, çox güman ki, zənn edirəm ki, İmam Əleyhissalam barəsində olacaq. Buyurun inşallah, dinləyək sizi. Əleyhissalamın adından deyiləcək inşallah. Şənd-i Peyğəmbər səri kuyində mən pərvanəyəm. Aşiqəm mən ol kəsə, eşqimdə mən mərdanəyəm. Mən bu eşqin şərbətin nuş etmişəm, məstanəyəm. Ta əzəldən eşq adlı mülküdə şahanəyəm. Mən əmirəl-müminینəm, ümmətə rəhbər mənəm. Cənnəti əlayə üqbadə mənəm şöhrət verən. Ətrinə cənnatinin hətta mənəm qüvvət verən. Cənnətə mənsizliyim ilən mənəm həsrət verən. Ol səbəbdən cənnətə bir tək mənəm zinət verən. Mümini sirab edən kəs saqeyi Kevsər mənəm.
Mən Əliyəm, göylər haqqında sual ver, al cavab. Eylərəm ulduzların sayin, sənə bir hesab. Söylərəm əsli həqiqətdə nədir bəs afitab. Vermiş ol elmi mənə məbud olan tək bir cənab. Rahi fərşdən çox rəhi ərşi bilən əzbər mənəm. Nəhravan cəngində mən şir tək qılınc oynatmışam. Siffeyində qurbətən qəsdi ilə can satmışam. Əbdəvid oğlu əmirin başın ayırıb atmışam. Hər bir xəndəkdə mən eylə bir məqamət çatmışam. Bir bu söz eylər kifayət, Fatih-i Xeybər mənəm. Olmadım bir ləhsə mən haqqın yolunda biqərar. Hər zaman Allahu Əkbər kəlməsin etdim şüar. Böylə xalq etmiş məni çün aləmi pərverdigar. La fəta illa əli, la seyfəl illa zülfüqar. Şah-ı mərdan, şir-i yezdan, mürtəza Heydər mənəm. Vermərəm zalimlərə məzlumların haqqın bir an. Batili haqq ilə bir tutmaz əli, bilsin cahan. Qoy mənim hər bir qərarım aləmə olsun əyan. Haqq mənimlə, mən də haqq ilə varam hər bir zaman. Mən ədalət rəmziyəm, aləmdə haqq pərvər mənəm. Aləmi dünyada mən sürdüm ömür təqva ilə. Ruhumun nəbzi vurub daim mənim üqba ilə. Ləzzəti çün ömrümün getmiş mənim zəhra ilə. Mən vidalaşdım tamam fani olan dünya ilə. Müjdələnmiş cənnət ilə ətri peyğəmbər mənəm. Səd heyf məth etmədim mən heç səni tam ya Əli. İstə Allahdan mənə qoy versin ilham ya Əli. Əfqanam məhşərdə Allahım səndən ənam ya Əli. Mən sənin məddahınam hər sübhü axşam ya Əli. Şeiri ilə göstərən xidmət sənə nökər mənəm. Təşəkkür edirəm. Allah sizləri var eləsin. Var eləsin. Həqiqətən də zövq aldıq. Doğrudan da mənəvi bir gözəllik bəxş elədiniz. Minnətdarlığımı bildirəm Əfqan bəy. Bu Qədir gecəsinin doğrudan da elə fəzilətinə uyğun verilişimiz gözəl şəkildə keçdi. Çox təəssüf ki, amma artıq sona yaxınlaşdıq. Sonda mən Nail qardaşımdan bir gözəl ifa inşallah İmam Əli Salam barəsində, onun zikri, müsibəti, şəhadəti barəsində yazdığı bir mərsiyəni inşallah dinləməyi rica eləyəcəm. Və əziz dəyərli izləyicilər, təşəkkür edirəm ki, bizi izlədiniz. Xüsusilə bu Qədir gecəsinin qədrini bilməyi sizə arzu edirəm. Allah bu gecələrdə etdiyiniz bütün ibadət və itaətləri ali dərəcədə qəbul eləsin inşallah. Allah oruclarınızı, namazlarınızı qəbul eləsin. Növbəti verilişlərdə görüşmək ümidi ilə Allaha əmanət olasınız. Xuda hafiz. Sənə qan ağlayır, ey Allahın divanəsi. Mehrab sənə yaz saxlayır, eşq-i şəmi pərvanəsi.
səsləyi yetimlər atamız əmdir. Ey səndən gahırdan əli, ey ürəyi sınan əli, qulun təkin olan əli, qalan əli, Fatiməsiz qalan əli, gecələr yanan əli, yanan əli. Saldılar bəstərinə, evdə yodəm Mevlani, yara səngin idi, durmazdı müqəddəs qan. Əlləri yarənin üstünə çağırır Zəhrani, saldı dildən mən yarəm, ürəyim çox sığınır. Fatimə harda qalırsan, gələm oğlu yuxunu baysan. Zeynəb elə özün saldı atanın sinəsinə, gördü day səs gəlmir, gözlərini aça bilmir. Kızın yaman günü yolanda hamıdan qabaq anasın çağırar. Üzün tutdu bəqiyə belə səslə, gəl ana gəl Küfəyə, qəm gözlərimdə son verir, göz dağı qəmdə mənə. Dövran verir, mənim atam gözlərini yoldu bu dünyaya, mənim atam. Yetimlərin üzlər gülməz bu gecədən sonra. O balaca balalar əllərində su cami gəldilər qapıya, bizə hər gecə yemək gətirər, bu gecə gəlmədi aya. Bu gecədən sonra Küfənin yetim balaları o qədər ağladılar, o qədər ağladılar. Atamız öldü bizi, ey səndən gahırdan əli, ey ürəyi sınan əli, qulun təkin olan əli, qalan əli, Fatiməsiz qalan əli, gecələr yanan əli, yanan əli. Sadəcə olaraq onu necə baxır, necə istifadə edirsən? Bəli. Hansı məqsədlə istifadə? Ki sizin bəstəkarlıq qabiliyyətiniz də var. Şeir yazmaq, bir çox ilahələrin Hacətinizi, yəni orada sizə deyir pislik eləyənlərə siz yaxşılıqlarla cavab verin. Məsəl üçün yay vaxtıdır, dənizdə, orada, burada istirahət edir. Ələmdar yeganə adam idi ki, qətiyyən qoymurdu ki, biz onu imitasiya edəyik. Keçmişlərdə qalıb xəyalatımız. Hələ keçmiş zəiflənir. Kaş o gün bugün olaydı. Bu bir şeydir. Hayf gedir əldən müqamatımız.